Bu məhrəm bir mövzu olduğuna görə, xəstəni utandırmamaq lazımdır. Adətən belə xəstələr həkimə müraciət etməyə utanırlar ki, mən kişiyəm, məndə heç bir problem yoxdur. Amma bundan heç kəs sığortalanmayıb və xəstə müraciət edərkən, onun nə ümidini azaltmaq lazımdır, nə də ki, çox ümid vermək lazım deyil. Çünki susuzluğun elə səbəbləri vardır ki, bəzən həkim də orada gücsüzdür və heç nə edə bilmir. Hansıdır onun? Ən çox rast gəlinən problemli vəziyyətlərdən biri azospermiyadır ki, yəni xəstənin verdiyi spermoqrammada bir ədəd belə sperm hüceyrəsi yoxdur. Bunun iki səbəbi ola bilər. Ya kanal tıxanıqlığına bağlı ola bilər, ya da ki, xayalarda spermin əmələ gəlməməsindən irəli gələ bilər bu azospermiya. Əgər kanallar tıxalıdırsa, bunun həlli asandır. Yəni TES əməliyyatı vasitəsilə oradan tapılır və suni mayalanma edərək bunlar da ata ola bilirlər, övlad sahibi ola bilirlər. Amma bəzən ciddi problem olanda, xüsusən də xayalarda özündə sperm əmələ gəlmirsə, yenə də TES əməliyyatı edərək xayalardan axtarmağa çalışırıq. Amma təəssüflər olsun ki, bəzən orada ciddi problem olanda, hansıdır bunlar? Uşaq vaxtı keçirdiyi parotit və yaxud svinka dediyimiz xəstəlik və yaxud hər hansı bir ciddi genetik problem ola bilər. Klinefelter sindromu daha çox təsadüf edilir və yaxud hər hansı bir ciddi hormonal problemlər ola bilər ki, burada heç bir ədəd belə sperm hüceyrəsi tapa bilmirik. Çox önəmli bir nöqtəyə gəldiniz. Deməli, hansı yaş aralığında o kimi xəstəliklər yəni müəyyən edilə bilər? Uşaqlar ola bilər ki, hansı ki biz 12, 13, 9, 10 yaşlarında biz bu 20 il sonra bu problemlə üzləşəcəklər. Bəli, bəli. O uşaqlar hansı deyək də simptomları göstərsə valideynlər 100% yəni həkimə müraciət etməlidir. Uşağın ən azından bir 20 il sonraki uşaq vaxtı görünən problemlər hansı ki, gələcəkdə sonsuzluğa gətirib çıxardacaq. Daha çox görünən problemlər xayaların yerində olmamasıdır. Buna kriptorxizm deyirik. Normada xayalıqda olmalıdır, amma uşaqlarda ya bir ya da iki tərəfli qasıq kanalında və yaxud qarının içində olur. Buna mütləq valideynlər uşaq vaxtı diqqət etməlidirlər ki, xayalıqdadır ya yox. Əgər bunun üstünə vaxtında düşülməzsə, 1 yaşına kimi uşaqlar əməliyyat edilməzsə, gələcəkdə bu uşaqlar sonsuzluqla üzləşəcəklər. Çünki xaya getdikcə həm ölçücə kiçilir, artıq heç bir funksiyası olmur və həm də ki, qorxulu bir cəhəti odur ki, bu bədxəstəlik şişədə çevrilə bilər. Bundan əlavə, uşaq vaxtı təəssüflər olsun ki, bəzi uşaq dövründə də rast gəlinən bədxəstəli şişlər var. Qan xərçəngidir, leykozdur və yaxud hər hansı lenfomalardır və yaxud hər hansı sümük şişləridir. Bunlara görə onlar kimyoterapiya alırlar, kimyəvi terapiya və bu aldıqları kimyoterapiya xayaları tamamilə zədələyir və yetkinlik yaşına çatıb evlənəndən sonra görürlər ki, bunlarda da sperm hüceyrəsi yoxdur, azospermiya vardır.